Bəli, əziz tamaşaçılar, yeni nəşrlərimizlə tanış olduq və elə mövzudan çox da uzaqlaşmaq istəmirəm. Əgər xatırlayırsınızsa, bu günlərdə Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsində professor Nazim Pənahov, Hənifə Musayeva, dosent Rauf Cəfərovun prostodontiks dərslik və dosent Elnur İmanov və dosent Rauf Cəfərovun stomatoloji xəstəliklərin profilaktikasının əsasları dərs vəsaitinin təqdimatı olmuşdu və əziz tamaşaçılar, elə studiyamızın qonaqları da bu mövzu ilə bağlıdır. İndi onları sizə təqdim edirəm. Studiyamızın qonaqları Naxçıvan Dövlət Universitetinin Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov, ortopedik stomatologiya üzrə həkim rezident, eyni zamanda həmin kafedranın müəllimi Mehdi Qasımov və elə stomatologiya ixtisası üzrə 5-ci kurs tələbəsi Aygün Yusifovadır. Hər birinizi salamlayıram, sabahınız xeyirli olsun. Xoş gördük sizi studiyamızda. Elə Rauf müəllim, istəyirəm sizdən başlayaq. Tamaşaçılarımız kitabları əyani şəkildə görürlər, ancaq onların içi barədə yetəri qədər məlumatları yoxdur. Bu barədə sizdən eşidək. Sabahınız xeyir, xoş gördük sizləri. İlk növbədə televiziyanın kollektivinə bütövlükdə təşəkkür bildirmək istəyirəm ki, bizim ictimaiyyətlə əlaqələrimizin yaranmasında, genişlənməsində belə bir tədbirlər təşkil edirsiniz və bu təbii ki, bizim müxtəlif əhalisinin sağlamlığına xidmət edəcək sonunda. Stomatoloji mədəniyyətin yüksəlməyində bizim təbliğatımızın daha da geniş aparılmasına bizə kömək edirsiniz. Buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Bəli, siz qeyd etdiyiniz kimi, bugün bura gəlməyimizin əsas məqsədi yeni nəşr olunan 2 kitabımızın təqdimat haqqında sizə məlumat vermək istəyirəm tamaşaçılarımıza. Qeyd etdiyiniz kimi, bu yaxınlarda Azərbaycan Tibb Universitetinin Ortopedik Stomatoloji Kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin elmi katibi, Azərbaycan Səhiyyə Nazirliyinin baş stomatoloqu, tibb elmlər doktoru, professor, əməkdar həkim Nazim Pənahov Naxçıvana işgüzar səfər etdi bizim dəvətimizlə. Məqsəd nə idi? Məqsəd o idi ki, bizim həmin o kitabların təqdimatı olsun. Çünki bizim yazdığımız kitabın həm müəllifi, təbii ki, Nazim Pənahov və digər bir həm müəllif isə Tibb Universitetinin əməkdaşı, dosent Hənifə Musayevadır. Eyni zamanda digər bir kitabımızın da həm müəllifi yenə Azərbaycan Tibb Universitetinin Uşaq Stomatologiyası Kafedrasının dosenti Elnur İmanovdur. Və bu hər iki kitabın təqdimatı oldu və indi biz yenə həmin kitablar haqqında qısa məlumat vermək istərdim. Bu kitabların yazılmağı zərurətdən doğmuşdur. Mən qısaca olaraq bizim ixtisasın yaranması haqqında qısa məlumat vermək istərdim tamaşaçılarımıza. Bizim Tibb Fakültəsi Naxçıvan Dövlət Universitetinin tərkibində Tibb Fakültəsi 1999-cu ildə yaradılmışsa, amma digər stomatoloji kadrların çatışmazlığını nəzərə alaraq hörmətli Ali Məclisin sədri yenidən bizdə 2013-cü ildə digər ixtisasların açılmasına qərar verdi və eyni zamanda stomatologiya ixtisası da 2013-cü ildən fəaliyyətə başladı. Artıq biz 2017-ci ildə birinci məzunlarımızı buraxdıq. Bu il isə 5-ci ildir ki, biz hər il 20 nəfər olmaq şərti ilə həkim stomatoloq kimi məzunlar yetişdiririk. Və bu təhsil müddətində biz Tibb Universiteti ilə sıx əməkdaşlıqlar apardıq, onlarla söhbətlər apardıq. Bu kitabların yazılması zəruri idi. Buna təbii ki, bu vaxta qədər kitablar yazılıb, son 15-20 ildə xeyli kitablar yazılıb və biz də o kitabların davamını gətirmək istədik. Əsas məqsədimiz oldu ki, profilaktika, hər bir xəstəlikdə profilaktika mühüm bir işdir. Profilaktika yəni nə deməkdir? Profilaktika Yunan sözlüyünə götürülmüşdür, xəbərdar etmək deməkdir. Əgər xəstəlik yaranırsa, yaranmağının qarşısını almaq daha önəmlidir ki, nəinki xəstəlik yaranar, sonra onu müalicə edək. Əgər xəstəlik yaranan müddətdə, yaranmamışdan onun qarşısını alırıqsa, biz gələcək fəsadlarının da qarşısını alırıq. Buna görə də profilaktika dövlət, sosial, tibbi tədbirlərin bir məcmusudur. Buna görə də biz bu səpkidə kitab yazmağa qərar aldıq. Yazdığımız kitab, bayaq qeyd etdiyim kimi, Elnur İmanovla birlikdə yazmışıq. Bu kitabda bir neçə fəsil var. Təbii ki, bizə qədər bayaq qeyd etdim, bizim hörmətli professorumuz Azərbaycan Tibb Universiteti Uşaq Stomatoloji Kafedrası müdürü Rəna Əliyeva, professor Rəna Əliyeva da kitab yazmışdı. Amma biz burada bəzi əlavələr etdik. Məsələn, bu kitabda uşaqlarda stomatoloji ağız boşluğu orqanlarının inkişafından bəhs etmişik. Stomatoloji xəstəliyin epidemiologiyası, yəni yayılmasından və bu yayılmasını araşdırmaq üçün tədqiqat üsulları var. Bu tədqiqat üsullarından bəhs etmişik. Mən elmi iş yazarkən, təbii ki, mən məcbur oldum bu tədqiqat üsullarını
digər rus dilində ədəbiyyatlardan araşdırırdım. Amma hazırda bu çətinliyi nəzərə alaraq mən Elnur İmanovla birlikdə biz qərara gəldik ki, bu elmi tədqiqat üsullarını da bu kitaba daxil edək. Bundan sonra ağız boşluğunun fərdi gigiyena üsullarından biz bəhs etmişik. Bundan başqa ağzın peşəkar gigiyenası haqqında bu kitabda bəhs etmişik. Eyni zamanda ən çox kariesin, yəni stomatoloji xəstəliklərdən ən çox yayılan olan kariesin, xüsusən də hamilə qadınlarda kəskin sürətlə artmasını nəzərə alaraq biz burada bir fəsil ayırmışıq sırf hamilə qadınların peşəkar gigiyenasını aparma qaydalarına və eyni zamanda uşaqlarda, yeniyetmələrdə profilaktik tədbirlərin aparılması üçün burada yeni bu əlavə fəsillər salmışıq. Mən hesab edirəm ki, bu kitabımız həm bizim stomatoloji ixtisasında təhsil alan tələbələr üçün, həm müəllimlərimiz üçün, həm rezidentlərimiz üçün, eyni zamanda ictimaiyyət üçün də nəzərdə tutulmuş bir kitabdır. Və bu kitabın mənə elə gəlir ki, müəyyən qədər stomatologiyada olan boşluğu dolduracağına əminəm. Yəqin ki, belə də olar. Digər bir kitabımız isə, qeyd etdiyim kimi, ingilis dilində nəşr etdiyimiz Prostodontics kitabıdır ki, Nazim Pənahov, Hənifə Musayeva ilə birlikdə yazmışıq bu kitabı. Bu kitab həm ingilis dilində, həm də rus dilində. Eyni zamanda Azərbaycan dilində də var. Azərbaycan dilində, rus dilində var idi və bizdə yenə zərurətdən doğdu bu. Nəyə görə? Mən onu qeyd edim ki, bizim universitetdə əcnəbi tələbələrinin ümumi sayı 1500-dən artıqdır. Amma tək tibb ixtisasında, bizim ixtisasda 404 əcnəbi tələbə təhsil alır. Amma yerli tələbə isə təsəvvür edin ki, stomatoloji ixtisasında 101 nəfərdir. Təsəvvür edin, ümumi stomatoloji ixtisasında tələbələrin sayı 4-dən 3-ü əcnəbi tələbə, 4-dən 1 isə yerli tələbələrdir. Və bu da mütləq bu əcnəbi tələbələr üçün belə bir kitabın yazılması zəruri idi. Bunu da nəzərə aldıq biz Nazim Pənahovla və Hənifə Musayeva ilə birlikdə ingilis dilində dişlərin morfologiyasını və oyma texnikasını ingilis dilində nəşr etdirdik. Eyni zamanda Tibb Universitetində də çoxlu sayda tələbə təhsil alır, əcnəbi tələbə. Və biz qarşılıqlı razılaşma yolundan nəzərdə tutduq ki, bu mütləq lazımdır və eyni zamanda bunu nəzərə alaraq ingilis dilində kitabın nəşrinə qərar verdik. Artıq kitab nəşr olunub, bir aydır ki, tələbələr bundan istifadə edir. Bir önəmi də odur ki, kitabların yazılmasının bir zərurəti də o idi ki, bu kitablar sırf yeni proqram üzərində, proqram əsasən yazılmışdır. Son illərə qədər biz Sovet dövründən qalma stomatologiya proqramından istifadə edirik, tədris proqramından. Amma 2017-ci ildən başlayaraq Tibb Universitetində yeni Avropa standartlarına uyğun olan, Türkiyə proqramlarına uyğun olan proqrama keçdilər və biz isə təbii ki, onların köməyi, Tibb Universiteti əməkdaşlarımızın köməyi ilə bu il, bu sentyabr ayından artıq yeni proqrama, tədris proqramı ilə tədrisimizi davam elətdiririk. Və bu da təbii ki, tələbələrdə böyük bir maraq oyadır. Çünki stomatologiya deyəndə birinci növbədə diş başa düşülür. Ağla gələn ilk diş olur. Baxmayaraq ki, stomatologiya tək dişdən bəhs etmir, bütün ağız boşluğu orqanlarından, üst çənə sistemindən, orqanlarından bəhs edir. Amma ilk dediyimizdə stomatologiyada diş başa düşülür. Buna görə də tələbələrin daha maraq tələbələrdə oyansın deyə biz birbaşa dişlə başlamışıq proqramın ilk addımlarını birbaşa dişin üzərində, dişlərin müxtəlif materiallarda oyma şəklini, oymaqla, diş formalarını almaqla tədrisə başlayırlar. Bu da tələbələrdə böyük həvəs yaradır. Təbii ki, tədrisdə də mənə elə gəlir ki, bu kitabımızın yəqin uğurlarını inşallah görərik. Bəli, biz də bu kitabların təkcə tələbələrə, müəllimlər üçün yox, həmçinin hər kəs üçün faydalı ola biləcəyinə inanırıq. Və Mehdi müəllim, siz bir gənc həkim, gənc bir müəllim kimi sizcə bu yeni nəşr olunan kitablar stomatologiya ixtisasının tədrisində hansı əhəmiyyətə sahibdir? Sabahınız xeyir olsun, xoş gördük. Xoş gördük biz də sizi. Azərbaycan Tibb Universitetində 2017-ci ildən etibarən stomatologiya fakültəsində tədris proqramında dəyişikliklər oldu. Bu dəyişikliyin əsas məqsədi təhsilin və tədrisin keyfiyyətini Avropa məktəblərinin səviyyəsini çatdırmaq idi. Təbii ki, burada bu dəyişiklikdən sonra müəyyən zərurətlər yaranmağa başladı. Bu zərurətdən ilki Azərbaycan dilində, müasir üslubda, müasir elmi araşdırmalara əsaslanmış vəsaitlər idi. Mən də fikirləşirəm ki, Rauf doktorun həm müəllifi olduğu, həm ortopedik stomatologiyada dişlərin morfologiyası və oyma texnikası, həmçinin stomatoloji xəstəliklərin profilaktikasının əsasları adlı vəsaitləri, dəstəkləri bu istiqamətdə çox faydalı oldu. Mən istəyirəm ki, hər iki vəsait haqqında qısaca məlumat verim. Dişlərin morfologiyası və oyma texnikası bu tamamilə Avropa məktəblərindən
təcrübəsindən faydalanmış bir bu vəsaitdir. Burada stomatologiya ixtisasına qəbul olmuş tələbələr və onlar üçün başlanğıc səviyyədə fikirləşibdir. Oyma texnikası isə onlar üçün fikirləşibdir. Burada tələbə anatomiyasını, quruluşunu öyrənir. Ümumiyyətlə tibbdə belə bir qavram var ki, anatomiya tibbin yol xəritəsidir. Anatomiya başqa fənlərin daha yaxşı öyrənilməsi üçün bir zəmin hazırlayır. Həmçinin də burada stomatologiyada anatomiyanın, dişin öz anatomiyasının mühüm rolu var. Oyma texnikası, bu da dediyim kimi tamamilə Avropa təcrübəsinə əsaslanmış bir sistemdir. Oyma texnikası dedikdə bəlkə də sual yarana bilər ki, oyma texnikası nədir? Demək, oyma texnikası dedikdə bəlkə də sual yaranar ki, görürsən oyma texnikası dedikdə nəyi nəzərdə tutdu müəllif? Burada zərif heykəltaraşlıq fikirləşibdir. Yəni, xüsusi materiallardan tələbə, məsələn, sabundan xüsusi alətlər vasitəsilə oyma şəklində istənən dişin tamamilə formasını, xarici görünüşünü əks etdirməlidir. Bu, həm onun əl vərdişini yaxşılaşdırır, həm anatomiyanı daha yaxşı bilməsini, hardan hansı xətt keçir, hansı qabar hardadır, hansı kök, hansı istiqamətədir və s. Bu istiqamətdə o daha da özünü daha yaxşı bunu öyrənə bilər. Çox maraqlı yanaşmadır həqiqətən. Stomatoloji xəstəliklərin profilaktikasının əsasları isə Rauf müəllim, Rauf doktor az öncə çox yaxşı vurğuladı. Ümumiyyətlə bu istiqamətdə fikri tam yaxşı izah etdim. Mən istəyirəm ki, bir-iki cümlə əlavə edim. Buyurun. Demək, ümumiyyətlə hər bir xəstəliyin, necə ki, yaranma səbəbi məlum olan hər bir xəstəliyin bir etiologiyası var. Etiologiya onun səbəbidir. Bir də var onun yaranmasını qarşılamaq, yəni həmin xəstəliyin profilaktikası. Bu gün tibbə bizim bildiyimiz bütün xəstəliklərimiz 80% xəstəliyin səbəbi bəllidir. Hansı səbəbi bəlli olmayan xəstəliklərdə idiopatik xəstəliklər adlandırır. Yəni onları elm hələ ki, tibb sahəsi hələ ki onlara bir səbəb tapamayıbdır. Və səbəbi bilinən bütün xəstəliklərin profilaktikası mövcuddur. O cümlədən stomatoloji xəstəliklərin profilaktikası. Mən hər iki vəsaitdə özüm oxumuşam və istəyirəm ki, burada ən çox bəyəndiyim hissəni sizlə bölüşüm. Google deyilən bir axtarış səhifəsi var, hərçənd ki biz onu tanıyırıq. Bir də Scholar Google deyilən bir bölüm var. Burada isə akademik araşdırmalar daha çox axtarılır. Məsələn, mən bir akademik araşdırma axtarıram, sonra Scholar Google-da axtarıram və nəticə alıram. Örnək verəm, məsələn, stomatoloji xəstəliklərin profilaktikasından istəyirəm bir axtarış edirəm, görüm neçə faiz deyək ki, xəstədə aparmış araşdırmadan nəticə nə olubdur. Onu bir axtarım, qarşıma bəlkə də bir 5 saniyədə bir 300-400 dənə bir araşdırma gəlir. Siz fikirləşiniz, mən onu bir süzgəcdən keçirtməliyəm, bunun hansı mənə lazımdır, hansı lazım deyil, hansı mənim axtardığımdır və onu da əgər xarici dil biliyim varsa bu daha asandır. Xarici dil biliyim yoxsa bu çox çətin olur. Və oradan keçirdikdən sonra bir nəticə gəlmək üçün mənə bəlkə də bir həftələrlə vaxt lazımdır. Mənim bu hər iki vəsaitdə ən çox bəyəndiyim hissə sistemik şəkildə yazılması. Yəni tələbə bunu yaxşı oxuyarsa, tələbə bunu diqqətlə oxuyarsa, mütləq şəkildə öz faydasını götürəcəkdir. Hər iki vəsait şəkillərlə zəngindir. Təkcə deyə bilərəm ki, ortopedik stomatologiyada morfologiya və oyma texnikasında tək 726 ədəd şəkildən istifadə olunubdur. Bu fikri daha aydın başa çatdırmaq üçün, fikri daha aydın şəkildə izah etmək üçündür. Həmçinin çox yüksək poliqrafik keyfiyyətdə yazılıbdır. Yəni oxucu onu vərəqlədikdə oxumaq üçün məncə heç bir səbəb qalmır ortada. Mehdi müəllim sözdə bir əlavə etmək istəyərdim, mənim də yadıma düşdü. Biri var ki, biz obyektə baxırıq, bir də var onu görürük. Biz indiyə qədər, bu vaxtçı proqramlara qədər, mən də tələb olmuşam, 80-ci illərində tələbəsi olmuşam. Elə son dövrlərə qədər də bizim tələbələrdə sadəcə biz dərs deyirdik, onlar dişlərə baxırdılar. Amma görmək başqa şey, çox şey görə bilmirdilər. Baxırdılar bizim əl vərdişlərimizdən, bizim dediklərimizdən, nəzəri cəhətdən öyrənirlər və işləməyə başlayırlar. Amma bu kitabı yazmaqda məqsədimiz, bu kitabda Mehdi müəllim qeyd etdiyi kimi illüstrasiyalı çoxlu şəkil, 700 artıq şəkil var. Operatorlarımızdan xahiş etsək o şəkilləri. Çox gözəl illüstrasiyalı, nəfis şəkildə hazırlanmış, keyfiyyətli, poliqrafik keyfiyyətli bir kitabdır. Burada nədir? Tələbə burada tək baxmır, görür. Məsələn, sabun üzərində dişin
anatomiyasına baxaraq, dişin digər anatomik şəklini qoyur kənarda qabağına və o şəklə baxaraq bu sabun üzərində dişi həmin nöqtələrini özü oyma şəklində oyaraq düzəldir və onu görür, hiss edir və əl vərdişi yaranır. Gələcəkdə bizim həkim tələbəmiz gələcəkdə həkim işləyərkən həmin işlədiyi vaxtda bütün dişlərin artıq bütün nöqtələrini görür, yaddaşına həkk olunur. Biri var oxuyasan, baxasan, amma bir dəfə görəsən. Bu kitabı yazmamızda məqsəd tələbənin görməyidir, bütün nöqtələri, incəlikləri görməkdir. Və bu tələbələr burada hər şeyi dəqiqliklə görür. Bütün səthlərini, bütün rakursdan, bütün istiqamətlərdən, hər tərəfdən dişləri döndərir, baxır və yonur, oyaraq bütün nöqtələri, ştrixləri, çöçəkləri, fissurları orada yaradaraq əl vərdişi yaranır və tələbənin dediyim kimi bir dəfəlik beyninə həkk olunur və o istənilən vaxtı, işləyən vaxtda da artıq o başqa şey fikirləşmir, dişin anatomik formasını xəstənin ağzında estetik formada yarada bilir. Bizim bu kitablar yazmamızda əsas məqsədimiz budur. Mən az öncə Mehdi müəllimə gənc müəllim, gənc həkim dedim. Sizə isə gələcəyin gənc həkimi, həm də elə gənc müəllimi kimi müraciət etmək istəyirəm. Sizcə bu yeni nəşr olunan kitablar bu stomatologiya ixtisasının tədrisində olan boşluqları aradan qaldıracaqmı? Yəni necə düşünürsünüz bu barədə? İlk öncə hər birinizi salamlayıram. Əlbəttə, hazırki dövrdə yazılan hər bir kitab bizim üçün bir qənimətdir, belə deyərdim. Bəlkə bu kobud səslənir, bəlkə cahilcə səslənir, amma bu həqiqətən elə deyil. Son 30 ildə stomatologiyanın inkişafına biz baxdıqda, yəni biz axtarırıq, araşdırmalar edirik. Görürük ki, bu son 30 ildə stomatologiya necə sürətlə inkişaf edibdir. Və bu sürətə çatmaq üçün, bu sürətlə birgə addımlamaq üçün bizə bu cür vəsaitlər mütləq şəkildə lazımdır. Yoxsa biz, dediyim kimi, geri qalarıq o inkişafda. Hazırda dünyada hər şey o qədər sürətlə baş verir ki, ancaq oxumaq lazımdır, yeni bilgilər qazanmaq lazımdır. Bizim dadımıza bu bilgilər çatır əlbəttə ki, və bu cür kitabların yazılmasının tələbələr üçün çox böyük önəmi vardır. Və stomatologiya ixtisasları tədris olunduqca əlbəttə ki, nəticə göz özünə çıxır. Nəticədə görür müəllimlərimiz, həkimlərimiz görür ki, tələbələrə nə lazımdır, tələbələrin hansı kitablara ehtiyacı var. Rauf həkim başda olmaqla bu barədə bizə dəstək olur. Tələbə nədə çətinlik çəkirsə, çox sağ olsunlar ki, o üzrə kitablar yazırlar, o üzrə ayrıca seminarlar keçirlər, konferanslar təşkil edirlər və beləliklə stomatologiya necə dünyada inkişaf edirsə, Azərbaycanda, Naxçıvanda da həmin sürətdə inkişaf edir. Və hamısı bu cür vəsaitlərin hesabınadır, bu cür biliklərin hesabınadır. Bu cür sağ olsunlar ki, həvəslə yazırlar və tələbələr həqiqətən həvəslə oxuyurlar. Çünki dediyim kimi, biz məlumat tapmaq üçün ya xarici dil bilməliyik, ya da əlavə vaxt sərf edib onları oxumaq. Bunlar əlbəttə əlavə vaxt kimi desəm də bizim qazancımızdır. Amma əgər həmin anda biz ixtisas fənlərini keçərkən, eyni zamanda klinikalarda, həkimlərimizin yanında təcrübələrdə oluruq. Və əgər təcrübədə həmin anda lazımsa, siz həmin xəstəyə tamam, ged 2 həftədən sonra bu məlumatı öyrənərəm, sənə deyərəm kimi bir şey deyə bilmirik. Mütləq şəkildə bizə bir vəsait lazımdır ki, heç olmasa çox qısa müddətdə bu axtarma vaxtını çox minimuma endirək və bu cür vəsaitlər bu barədə bizə çox kömək edir. Bəli, sözlərinizdə böyük bir həqiqət var. Siz danışdıqca biz də bunun şahidi oluruq. Və siz az əvvəl də vurğuladınız ki, stomatologiya elə bir sahədir ki, burada da hər zaman yeniliklər olur. Elə sizin sözünüzə qüvvət, mən qeyd etmək istəyirəm ki, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində və eləcə də universitet xəstəxanasında da artıq bir neçə vaxtdır ki, yeniliklərin şahidi oluruq. Bunlardan biri də implant əməliyyatlarının həyata keçirilməsidir. Mən istərdim ki, bununla bağlı əməkdaşımız Yaqub İsayevin bir sujeti var. İzləyək birlikdə. Daha sonra söhbətimizə qaldığımız yerdən davam edək. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanalar, eləcə də kənd yaşayış məntəqələrində istifadəyə verilən tibb müəssisələri Muxtar Respublika səhiyyəsində yeni inkişaf mərhələsinə çıxarıb. Muxtar Respublika şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanserlər, eləcə də felçermama və tibb məntəqələri, həkim ambulatoriyaları vasitəsilə əhaliyə yaşadıkları yerlərdə hərtərəfli tibbi xidmət göstərilir. Müasir səhiyyə infrastrukturunun yaradılması və yeni xəstəxanaların istifadəyə verilməsi Muxtar Respublikada ixtisaslı tibbi kadrların hazırlanmasına zərurətə çevirib. 1999-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəbbüsü və ümumi lider Heydər Əliyevin himayəsi ilə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi böyük inkişaf yolu keçib. Ötən 22 ildə fakültədə tələbələrin tədrisi üçün lazımi şərait yaradılıb, müasir xəstəxana istifadəyə verilib.
2019-cu ildə fakültə üçün yeni şəraitin yaradılması, müasir struktura malik tədris binasının istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin nəticəsidir. Xüsusilə stomatologiya ixtisasında təhsil alan tələbələrin nəzəri biliklərə yiyələnməsi istiqamətində də ardıcıl işlər görülür. Bugün Universitet Xəstəxanasının 3-cü mərtəbəsi stomatologiya ixtisasında təhsil alan tələbələr üçün ayrılıb. Müasir avadanlıqların qurulduğu yeni kabinələrdə artıq tələbələr yalnız nəzəri biliklərlə kifayətlənməyəcək, praktiki vərdişlərə də rahat şəkildə yiyələnəcəklər. Bir zamanlar maketlər üzərində tədris həyata keçirilərkən Universitet Xəstəxanasında implant əməliyyatlarının həyata keçirilməsi xəyal kimi görünürdüsə, bugün artıq realda. Rauf Cəfərovun rəhbərliyi ilə həyata keçirilən əməliyyatlarda tələbələrin assistentliyi etməsi yeni bir dönəmin başlamasının nümunəsidir. Xüsusi implant avadanlıqları ilə təchizat, ən təcrübəli müəllimlərin biliklərini bölüşməsi, nəzəri biliklərin praktikada tətbiqi, implant əməliyyatlarının uğurla keçirilməsi və tələbələrə aşılanması universitetin uğurlarındandır. Ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması stomatologiya ixtisasında təhsil alanlar üçün də yeni perspektivlər vəd edir. Doğrudan da bugün aparılan uğurlu təhsil siyasəti gələcəyə hesablanıb. Tibb müəssisələrinin peşəkar kadrlarla təminatı istiqamətində görülən işlər sağlam cəmiyyətin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Bir universitet xəstəxanasında implant kimi əməliyyatların aparılması və bu işin praktiki cəhətdən tələbələrə öyrədilməsi, onların gələcəkdə peşəkar həkim kimi implant və buna bənzər əməliyyatları sərbəst şəkildə həyata keçirəcəklərinin sübutudur. Bəli, əziz tamaşaçılarımız, sujetimizi izlədik və elə mövzunu da bu barədə davam etdiririk. Söhbətimizi bu mövzuda davam etdiririk qonaqlarımızla. Rauf həkim, indiki dövrdə xəstələrin, daha doğrusu insanların ən çox maraqlandıran suallardan biri də implant əməliyyatının hansı formada həyata keçirilməsidir. Elə istəyərdim, Naxçıvanda ilk implant əməliyyatı həyata keçirən bir həkim kimi bizə bu barədə məlumat verəsiniz ki, bu əməliyyat necə olur, ağrılı mı olur, yoxsa əlavə təsirləri olurmu, fəsadları olurmu, yoxsa olmurmu? İmplant nədir? Yəni, diş implantları nədir? Biz implantlar vasitəsilə itirilmiş dişlərimizi, dişi və ya bir neçə dişi və yaxud da bütöv dişləri bərpa edirik. Və implant əməliyyatları təbii ki, 20-ci əsrin əvvəllərindən inkişaf eləməyə başlamışdır. Amma Sovet məkanında, postsovet ölkələrində implant əməliyyatları Sovetlər Birliyi dağılandan sonra demək olar ki, inkişafa başladı. Yəni 90-cı illərdən inkişafa başladı. Azərbaycan da bu inkişafdan geri qalmadı. 90-cı illərin axırlarında artıq Azərbaycanda sərbəst implant əməliyyatları olunmağa başladı. Təbii ki, bu implantoloji inkişafın axınından Naxçıvanda geridə qala bilməzdi. Və bizim Muxtar İsrail Məclisin sədrinin şəxsi təşəbbüsü ilə və onun dəstəyi ilə, birbaşa dəstəyi ilə və Naxçıvanda implantologiyanın əsası qoyuldu. Və o 2005-ci ildə Azərbaycandan İmplantoloq İctimai Birliyinin kollektivini Naxçıvana dəvət etdi və biz həkim stomatoloqlar üçün implantoloji kurslar keçməyə başladı. Və biz həmin ildən başlayaraq artıq implant əməliyyatları etməyə başladı. Və eyni zamanda bizə rəhbərlik tərəfindən xüsusi klinika ayrıldı implant əməliyyatlarının həyata keçirilmək üçün. Və həmin klinika artıq 15-16 ildir ki, fəaliyyət göstərir və bu işləri uğurla davam elətdiririk. İmplant əməliyyatlarında, implant deyəndə biz yalnız əməliyyat başa düşməyək. İmplantlarla dişlərin bərpası iki mərhələdə imarətdir. Bir var onun cərrahi mərhələsi, bir də onun üzərinin düzəlməsi, yəni ortopedik mərhələ deyirik, bu mərhələ var. Bu implant əməliyyatlarında heç bir qorxu yoxdur, deməli qorxu olmamalıdır. Biz dəfələrlə mən bu televiziya vasitəsilə, radio vasitəsilə implant haqqında söhbətlər etmişəm, yəqin tamaşaçılarımıza söhbətlərim məlumdur. Yenə deyirəm, implant itirilmiş dişlərin bərpası üçün ən gözəl variantlardan biridir. Düzü demişdim, yenə deyirəm, əgər diş itirilibsə, itirilmiş dişləri bərpa etmək üçün biz sağlam dişləri zədələyib, yonub, yəni necə deyirlər, onu şikəst edirdik implanta qədər. Amma implant əməliyyatları olunandan sonra itirilmiş dişin yenə implant qoyulub və ətrafdakı dişlərə heç qətiyyən toxunmur. Və bu da təbii ki, dişlərin daha uzun müddət ağızda davam etməsi, onların sağlam qalması üçün şərait yaradır. Bir də var, tam dişsiz xəstələr var, tamamilə dişlərini itirilmiş xəstələrdə. Məlumdur ki, ənənəvi çıxan lövhəli protezlər deyirik, o protezlərlə bərpa olunur. Təbii ki, bunu hər kəs qəbul edə bilmir və yaxud da atrofiyalaşmış çənələr olanda protezlər yaxşı fiksasiya olunmur. Təbii ki, xəstə məmnun qalmır, danışanda
protez tərpənir, qidalanma zamanı çox çətinliklə çəkir və həmin çıxan lövhəli protezləri də sadəcə çox az olan implantları istifadə etməklə bir fiksasiya eləyərək onun normal funksiyasını bərpa edə bilirik. Və yaxud da ki, tam itirilmiş dişləri bir çox implantların sayını çoxaltmaqla, məsələn, bir səniyə 4 və ya 6 implant qoymaqla tamamilə çıxan protezi kənara qoyub, çıxmayan bir konstruksiya, yəni körpə-bənzər protez düzəltməklə biz xəstənin həm estetikasını, həm fonetikasını, yəni danışıq qabiliyyətini, həm də çeynəmə funksiyasını bərpa edirik. Bir də bizim pasientlər artıq demək olar ki, 16 ildir biz fəaliyyət göstərir və bizimlə bərabər yenə bir neçə özəl klinikalar açılmış, dövlət xəstəxanalarında implant əməliyyatları həyata keçirilir. Naxçıvanda demək olar ki, implantoloji maariflənmə işi demək olar ki, müəyyən səviyyə çatmışdır. Artıq əvvəllər bizə çox qorxu ilə yanaşırdılar. Demək olar ki, indi təsadüf olur ki, bizim pasientlər bizə qorxu ilə yanaşsın. Və o qorxu ilə yanaşanlar da təbii ki, ətraflı söhbət edərək onların implantoloji əməliyyatların heç bir çətin olmamasına əminlik yaradırıq və rahatlıqla işlərimizi görürük. Bir də bizim pasientləri qorxudan bir sual var. Bunun fəsadları olurmu? Siz də qeyd etdiniz. Fəsad deyəndə, yəni bir iş görülürsə, təbii ki, onun fəsadı ola bilər, ağırlaşması ola bilər. Bütün işlərdə var. O ki, qala canlı orqanizm və ora bir yad cisim yerləşdiririk. Fəsad nə zaman ola bilər? Ola bilər. Və bizim tamaşaçılarımız heç də qorxmasınlar. Fəsad deyəndə heç də çəkinməsinlər. Yəni, implantın itirilməsi o qədər də böyük bir fəlakət deyil. Amma elə eləməli ki, implant itirməyək. Bunu necə etməliyik? Buna görə implant qoyan həkim, implant yerləşdirən həkim bu implant əməliyyatlarının ibtidaisini dərindən öyrənməlidir. İnsan anatomiyasını, implantların quruluşunu, dizaynını və implant əməliyyatlarının həyata keçirilməsi üçün göstərişlər deyilən bir termin var. Həmin göstərişlərə əməl etməlidir. Yəni, xəstələri müayinə etməlidir, ətraflı anamnez toplamalıdır. Və müəyyən xəstəliklər var ki, o xəstəliklər keçiribsə və məsələn, həddən artıq yüksək şəkərli xəstələrdə diqqətli olmalıdır. Onkoloji xəstələr ümumiyyətlə əks göstərişdir. Hamilə qadınlarda və zaha qadınlarda implant əməliyyatlarını eləmək məqsədə uyğun deyil. Bu şərtləri, bu göstərişlərə əməl edirsə və eyni zamanda əməliyyatın protokolu var. Yəni, əməliyyat aparılmasının qaydası göstərən protokol var, standart protokolları var. Və o protokoldan kənara çıxmırsa, təbii ki, heç bir fəsaddan da söhbət gedə bilməz. Yəni, bayaq qeyd etdim, artıq Muxtar Respublikamızda ondan artıq bizim implantoloq həkimimiz çalışır və hər bir də yüksək səviyyədə implantasiya məşğul olur və burada onlara minnətdarlığımı bildirirəm. Yəni, biz bu yaxınlarda konferans təşkil etmişik. Noyabr ayının 25-26-sı elə implantoloq ictimai birliyi yenidən Naxçıvana gəlir və hər il ənənəvi olaraq gəlir. Yenə bizim görüşümüzə gəlir və bizim təbii ki, müəyyən çətinliklərimiz olur və bu çətinlikləri də həmin həkimlərin köməyi ilə aradan qaldırmağa çalışırıq. 5-6 aydır ki, Dövlət Universiteti Xəstəxanasında implantoloji kabinetdə implant əməliyyatlarını həyata keçiririk və tələbələrimizin, rezidentlərimizin birbaşa köməyi dəstəyi ilə. Bir də onu qeyd edim ki, xəstəxanada tək implantoloji kabinet deyil, əlavə olaraq xəstəxananın 3-cü mərtəbəsi tamamilə stomatoloqlara verildi, stomatoloji bölmə ayrıldı və artıq 3-cü mərtəbə bizim stomatoloji bölməmizdir və bu bölmədə eyni zamanda 8 stomatoloji kabinet təşkil olunub və avadanlıqlar təchiz olunub, tələbələrimizin, müəllimlərinin ixtiyarına verilib. Artıq yuxarı 4-cü, 5-ci kurs tələbələri aşağı kurslarda bayaq dediyim fantomlar üzərində diş yonurlarsa, artıq 4-cü, 5-ci kurs tələbələr həmin o 8 otaqda sərbəst şəkildə bizim nəzarətimiz altında bütün xəstələri qəbul edirlər, bütün manipulyasiyalar, yəni diplom da qoyurlar, qapı altında dişlər də yonurlar, hətta bizim köməyimizlə, bizim nəzarətimizlə dişlər də çəkirlər. Bayaq qeyd etdiyim kimi, əməliyyatlarda isə, implant əməliyyatlarında isə bizə assistentlik edirlər. Yəni, bu böyük bir uğurdur, Naxçıvan üçün həqiqətən böyük bir uğurdur. Buna görə də bizə yaradılan şəraitə görə Muxtar rəhbərliyində dərin minnətdarlığımızı bildiririk ki, tələbələrimiz üçün, bizim müəllimlərimiz üçün belə bir şərait yaradılıb. Bu da sonda hara gətirir? Təbii ki, Muxtar Respublikamızın əhalisinin stomatoloji sağlamlığının qorunmasına, onun profilaktik tədbirlərin görülməsinə və təbii ki, sağlam diş varsa, sağlam ağız boşluğu varsa, sağlam gülüş var, sağlam qidalanma var. Dişlərin sağlamlığı elə ürəyin sağlamlığı ilə Bəli, mədə-bağırsaq sistemi, bütün həzm sistemi ağız boşluğundan başlayır. Ağız boşluğu sağlamlığı bütün orqanizmin sağlamlığına böyük təsir göstərən bir amildir. Şərəfli və məsuliyyətli işinizdə hər birinizə dinamik iş həyatı arzu edirəm və hər birinizə bir daha minnətdarlıq edirəm ki, gəldiniz, bizimlə maraqlı söhbətlər apardınız. Sağ olun, təşəkkür ederim. Biz də minnətdarıq. Sağ olun, çox sağ olun. Əziz tamaşaçılarımız, gözəl bir musiqi fasiləmiz var. Dinləyək yenidən.